Hər kəs salamlayıram. Bu videoda Respublika fən müsabiqələrinin final mərhələsində düşmüş maraqlı bir sualın həllinə baxacağıq. Deməli, üçüncü sual idi. Deyir, A və B natural ədədlərdir. 490 vurulsun A bərabərdir B üstü 4 bölü 35 olarsa, A plus B-nin ən kiçik qiymətini tapın. Deməli, gəlin biz bu bərabərlikdə hər tərəfi 35-ə vuraq. Bərabərdir B üstü 4. İndi bu 490 və 35-i vururlar ayıraq. 490 nədir? 7-nin kvadratı vur 2 vur 5. Vur 35 nədir? 5 vur 7. Düzdür? Vur A. Bərabərdir B üstü 4. 7-nin kubu sadələşdirsən, vur 5-in kvadratı vur 2 üstü 1. Vur A. Bərabərdir B üstü 4. İndi baxıram, A və B bir-birindən düz mütənasib asılıdır. Yəni, A-nın qiyməti nə qədər böyük olsa, B-nin də qiyməti o qədər böyük olar. Deməli, A-nı nə qədər kiçik eləsən, B də o qədər kiçik olacaq. İndi baxıram. B natural ədəddir də, A və B natural ədədlərdir. Deməli, mən bu A-ya elə qiymət verməliyəm ki, bu ədəd nəyinsə üstü 4 olsun. Yəni, 4-cü qüvvət olsun. Bunun üçün bu sadə ədədlərin qüvvətində duran rəqəmlər var ha. Onlar 4-ün misilləri olmalıdır. Yəni, A-ya elə vurullar qoymalıyam ki, o vurullar bunlara qatılsın və qüvvətləri 4-ün mislinə çevirsin. Gəlin baxaq. Bax, 7-nin kubu nəyə vursam, üstü 4-ün misli olar, ən kiçik. 7 üstü 1-ə vursam da 7-nin 4-cü qüvvəti olacaq, düzdür. 5-in kvadratına nəyə vursam, 5-in 4-cü qüvvəti olar. 5-in kvadratına vursam, 5 üstü 4 olar. 2 üstü 1-i neçəyə vursam, 2-nin 4-cü qüvvətini alaram. 2 üstü 3-ə vursam, 4-cü qüvvətini alaram. Deməli, A-mız nə oldu? Bu əlavələri yazıram A-nın yerinə. 7 üstü 1 vurulsun 5 üstü 2 vurulsun 2 üstü 3. Bərabər olacaq. Deməli, 7, 5 üstü 2 vur 2 üstü 3-ü də 2 üstü 2 vur 2 kimi yazacağım. O da eləyir 1400. Aha. B-ni necə tapacağım? A-nı qoymuşdum yerinə. İndi əlavə eləyəndə nə oldu? 7 üstü 4, 5 üstü 4, 2 üstü 4. İndi B üstü 4 nədir? 7 üstü 4 vur 2 üstü 4 vur 5 üstü 4. Buradan da B olacaq. Bu 4'lər gedir. B bərabərdir 70. Nəyi soruşur bizdən? A plus B cəmini soruşur. Ən kiçik qiymət. A-nın ən kiçik qiymətini tapdıq. Yəni, A elə ən kiçik qiymətini alsın ki, bu ədəd nəyinsə 4-cü qüvvəti olsun da. Tapdıq. İndi B-ni 70, A-nı 1400 tapdıq. Cəmləyəndə də 1470 əldə eləyəcək. Bu qədər. Sağ olun.